Ya Allah. Gözlərim niyə belə oldu? Hər birinizi salamlayıram kanalımıza, videomuza. Xoş gəlmisiniz. Başdan da gördüyünüz kimi bugün nə edirik? Bugün Azərbaycan efirlərində baş vermiş ən gülməli hadisələrə baxırıq. Özümdə deyiləm biraz, videonu da paputu çəkirəm. İnşallah xoşunuza gələr. Videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Neçinci hissədə olduğumuzu bilmirəm, çünki yadımdan çıxıb. Gözüm niyə darlaşdı məni? Nəysə, aslında bunun bir önəmi yoxdur. Baxaq. Bu arada video mizah məqsədidir. Yəni video sadəcə gülmək məqsədidir. Videonu Medium adlı bir kanaldan götürmüşəm, girib efirlərdə baş vermiş ən gülməli hadisələri o kanaldan da izləyə bilərsiniz. Fərqli videolar paylaşım edir. Hansısa xarici mahnını muğama çevirib təqdim edirlər. Şey alın bax. Bu mahnı mənası nədir görəsən? Mahnı deyirəm, muğam. Danışma. Necə? Öyle danışmıyorsun. Nasıl danışayım? Gəlin beraber danışalım. Dur. Yalan belə gedəməm. Ne var burada? Montumu giymem lazım. Montunu giyindirelim o zaman. Yüzümdə bağlamam lazım. Utanılacak ne var burada? Uşağı satmısınız mı, atmısınız mı? O uşaq əgər satmışamsa, Allah min bir bəlamı versin. Yaxşı, uşağı niye orada koydun? Bir dəqiqə, ailədir doktor, ona görə Quran haqqı üçün Quran məni 4 yerə bölsün. Yo, bölməsin, Bax, bölsün. Yo, bölməsin. Ay xanım, bölməsin, niye bölsün? Allah'ımız haqqı. Bölməklə bağlı davalar gedir. İndi size sual verirəm. Uşağın atası kimdir? Uşağın atası. Allah bəlamı versin bilmirəm. Sən dedim ya, yazdırmışam zaten ona. Necə yəni bilmirəm? Bilmirəm, dedim adını belə mən, bax başını belə tanımırdım. Bu niyə ancaq Allah bəlamı versin deyir? Düz desə də elə deyir, yalan desə də elə deyir. İndi düz deyir, yalan deyir bilmirəm, amma ki belə çıxır da yəni. Ən çox and içən adam ən yalan danışan adamdır bəlkə də. Deyirəm, biraz da belə getsə bu afət evdə qalacaq. Deyirəm ki, bax görsən ki, nə qədər ağılsızlığa sən yol vermişsən həyatda. Mən. Nə günü və? Bax yenə deyirəm, hər televiziya sahəsində deyirəm. Elgiz Əkbər yeganə aparıcıdır ki, promoy sözü üzə deyildi yəni. Saxlayır özü də deyir. Bir dəfə kişinin başını şillə vurmuş deyə efirdə. Əgər sən də ağlayırsansa. Bəs yaxşı, hardan əldə edirdiniz? Bu zəhrimarı sən necə, hardan tapırdın pulu? Ondan istəyirdim pul kimi. Sizin özünüzdən istəmişəm bir dəfə. Sən Allah, verdim mən sənə pul. Bəli. Səhv eləyib. Dinmə, danışma. Elə bildim şillə vurada. Olsaydı daha güzel olardı. Sən axı uzun müddət Pierre Cardin'dən dərs almısan axı. Deyirsən daşların üstündə yatmışam. Maşallah kostyumun ütülü tərtəmiz. Bu sənin o paltarların falan mürdəşirə qəbulurdu orada falan. Daya özündən şübhələndi. Benim vardı məndə vallahi. Çox gözəl zövqüm var, çox da bəyəndim. Bu şəkildə mən çox sevmişəm, çox qəşəng düşmüşəm burada. Çox sağ ol. Ziyafət xanım. Sizin adınız ziyafətdir. Ziyafətlər, ömrü boyu qonaqlıqlar. Amma üzünüzün fizionomiyasından qonaq sevən adam oxşamız nəysə. İki dünya bir olsa da biz mütləq yatmalıyıq. Elgiz Əkbər çox gülməli aparıcıdır yəni. Həm güldürür, həm də ki cəmaatı yəni cəmaatı yardım eləyir də. Bilirəm ki, 10 gündür gəlmirəm, xəstə idim mən də, yəni ki, özümüzü. Görmürsən gözümdə, ona görə eynək taxmışam. İttirsəyə çıxır gözündən. Siz idmançısınız? Yox, güləşçiyə oxşatdım. Güləşçi də idmançıdır məncə. Diqqətlə qulaq asın ağzından tutanda. Ay xanım, nə deyib getdiniz? O kişidən nə var idi ki, siz ona getdiniz? Ailə qurub elə uşaq da dünyaya gətirdiniz. Könül sevən göçü olar. Neyimə lazımdır? Eyvallah, könül. Özdə pul qazanan oğlum oxşur. Üzündən sənin pul yağılır, mən sən söz deyim. Rusiyada zat işləməmsən? Hə, də Rusiyadan gəlibdi ona görə. Pulları xaçlayır, Nataşalara xərcləyir. O Nataşalar nədir o? Peşman olub verilişə gəldiyinə görə 100%. Nataşalara pul xərcləyən adam. O nəysə özümü saxlaya bilmirəm.
videoda da çox gülə bilmirəm də. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər bu video sizin xoşunuza gəldisə, videomuza like atıb kanalımıza abunə olmayı yaddan çıxarmayın. Bu arada televizora xod verim mahnı qoymuşdum. Yəni xodum səsi gələ bilər. Ona görə də üzünüzü sayın. Sağ olun.